Hər vaxtınız xeyir dəyərli izləyicilərimiz. Bugün sizə ideal təmir olunmuş bir mənzil çəkib təqdim edirəm. Mənzilimiz hazır yaşayışlı mənzili. Ev sahibi öz zövqünə görə təmir edib. Və burada dəhliz, giriş qapısıdır. Metal hamısı istipoldandır ibarətdir. Giriş qapıdan solda belə bir şkaf yığılıb. Başlayaq ardıcıllıqla, otaqlardan başlayaq. Bura uşaq otağıdır. Belə bir uşaq otağıdır. Evimiz kombi sistemindən qızdırılır. Yerləşmə yeri Xırdalan şəhərin tam mərkəzində düz 2 və 9 nömrəli məktəbin yanındadır. 18 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 108 kvadratdır. Burada belə bir qonaq otağıdır. Evimizin qonaq otağıdır. Hazır bayram süfrəsi açılıb. Bir daha sizin bayramınız mübarək. Necə ki belə bayramda çıxasınız. Qonaq otağını göstərdim. İndi keçək mətbəxə. Bir də qalır 3-cü otaq. Bu da ki onun mətbəxidir. Qiymət 185.000 manatdır. Evimiz kombi sistemindən qızdırılır. Bax, belə bir mətbəx. Buradakı eyvanıdır. Bütün pəncərələrin qabağına dəmir işıqqa vurdu uşaqlara görə. Bax, bunlar ki cam balkondur. Qabağına cam balkon. Heydər Əliyev parkıdır. Burada Sultan Şarlı Sarayı şəhərində marşrutlar düz bina altından keçir. 18 mərtəbəli binanın 14-cü mərtəbəsidir. Bina altında iri Araz marketdir. Bütün yaşlı obyektlər hamısı burada yerləşir. Bir daha qeyd edirəm, ümumi sahə 108 kvadratdır. Hazır kupçalı. Keçək indi 3-cü otağa. Bu da ki sonuncu 3-cü otağımızdır. Qaz, su, işıq daimidir. Bir daha qeyd edirəm, binanın 2 dənə lifti var. 24 saatda qorunur, mühafizə olunur. Binanın qabağında iri özünün parkovkası var. Bu da ki sonda hamamla ayaq yolsudur. Belə bir səliqəli hamamla ayaq yolsudur. Şəxsi təmir edilmiş qanuni 3 otaqlı mənzil. Kim alsa Allah xeyir versin.